Sinif izləyirəm. Deyir ki, Rasim, mən görüb sərsər beyləri. Boy, ana saçan oldu. Günaydın, gününüz xeyirli, uğurlu olsun. Boyadım da saçlarımı. Boyadım. Ama birisi mavi renk diyedin. Mavi renk. Ana. Mavi boyayardım. Yaşlı eləyərdim. Yaşlı öyle. Bir dahakına mavi eləyəcəm Rasim. Ana. Hı. Bak. Hı. Mavi yukarı eləyəsən ki, renk diyecek burası. Sonra yaşlı diyesen buraya koyacağız. Bir de adamları Göy belirleyecekler qurşağı ki, eləyim mən. həkim kimi belə olar. Göy quşaq anne. Hə. Dürüm bilet, dürüm bilet. Dürüm bilet, dürüm bilet. Divana da yığaq, pastelleri apardım. Hoppa, bu divanımız. Müqəddəs divan. Rasim mənə deyir ki, ana saçını niyə mavi eləmədin? Mən niyə mavi eləmədim saçımı? Hoppala, qaldıraq. Yer yığaq. Hoppala. Verəm. Burada da istəyirəm. Gəlmişkən pastellərdə işim. Tezə pastellər sərərəm. Ay, verim. Hiç yatmışam sonra, hiç yansı işində qədər mənim. Bəş yatmışam. Bunlar taxıram. Bunlar taxıram. Səhər durur, adı Rasim, Abbas yumurta yeyib, çox xoş gəlir, qlazoku boş-boş yeməkdə. Belə, yaxşı pişməmiş də, sarısı pişməmiş daha doğrusu. Yeyilib, sarısı pişməmiş. Nənəsi yeyib. Qalıb Abbas, Abbasına qarşı Rasim, Rasim'in qarşısı pişir. Bu tarafı da sarım. Hara girmiştin? Burada. Hış. Evde.
qaçıb girmişdi ora bağlamışdı özünü. Limonlu ilıq suyla günə başlayırıq qızlar. Pastelləri dəyişdim. Deyirəm ki, buranın mənzərəsi mənə o qədər doğmadı ki, yağışını, qarını, nə bilim, hər bir şeyini burada görmüşəm də. Mənim ki, doğmadı bura, mənim gəlin otağım olub da, həm mənzərəyə. Hey yedi mənzərə, hey. Nələr yaşadıq səninlə. Buranı da yığdım, hazır. Gəlib sonra prisoslayarım. İndi hələlik gedim suyumu tam bitirim, içim. Beləncə qızlar. Qoy biraz havalansın, özüm atdım havanı. Pəncərəni havanı açdım, sözü bax. Mən pastelləri dəyişənə kimi bu qəşəng yeməklər hazırlayıb burada. Yamaq. Rasim demiş, yemək. Aha döptər oldu. Rasim. Kek dayı, özünüzü kek dayı. Gelme dememek istiyorum. Ha, çık sen de çık. Gel divanın üstüne çık ora. Koy oraya, bunun için şuraya. Nasıl bir yerden bu mesela? Abi diye kolum bizi. Yaxşı da dalaşmayın. Rasim. Uşaqlar buradan aşağı getdilər. Ben bayaqdan qaynatan bir seyir var, getmək istəyir. Uşaqlar da deyir, gedirəm. Aldılar da, mən gedirəm. Uşaqlar da başa düşürlər ki, gedirlər. Başladı ağlamışlar. Qəhrəm deyir ki, Rəsimi göstərsə mən səviyyədə bilmədim. Deyirəm, deyirəndə saçlıqı getdə. Uşaqlar niyə işitirirsə, lafı gedirsə. Rəsim başlayır ağlamağa, bir də bərk ağlayır da. Deyir, ağlama, daha can ağlayır. Şimdi getdilər tutana. O tutanda kişinin vələdini döndərib gələcəyini. Onu istəyirəm, bunu istəyirəm. Elə qudururlar, heç olmayan kimi. Bu dəqiqə içində volkanlar püskürür. Ana, deyirəm, elə qudururlar, bu dəqiqə içində volkanlar püskürür. Mən də sakitdə dururam, deyirəm, bu dəqiqə çölmür. Onu ləxşiyaram. Özdə mənim gözümün içine baxmır, Rasim. Çola göz ağardacam. Baxmır mən tərəfə. Bunu xışlayayım belə mən. Ya da baxanda da başlayır ağlamada qaydan cana. Qaranlığa qalıyorum. Ne oldu? Əvvəllər pərdələri çəkərdiniz xanım. O bir senden çekerim ya. Ama şunu yandırırım ben. Hayır, hiç değil. Ben bilirsən də evi şadlıq sarayına çevirmişəm. Eriş deyir ki, işıq yazıb 24 manat. Mən də deyirəm ki, oyda nə çox yazıb. Deyir, evi şadlıq sarayına çevirmişəm də. Ne diyor? Deyir, evi şadlıq sarayına çevirmişəm də. Deyir, şu nə işıqdır ki, özdə nə olsun çevirmişəm. Yəni, məsələn, siz gələndən gələnə, ya gül gələndən gələnə hamısını yandırıram da. Özüm evdə olanda gecə hamısını yandırıb oturmuram ki. Böyle ışık sen diye böyle çok yanmıyor ama Bizdə? Kaygı var ha. Ben üç gece gündüz söylüyorum. Bizdə mən inşallah zalı istəyirəm, ana zala yaxşılamış qalmaq istəyirəm. İnşallah Sədərəkdə ata məni aparmışdı. Orada tükanda qəşənglər var. İnşallah bir gün Sədərəkdən qeyb alaram. Biraz iri lampiskalar. Mesela burada tükanlarda yox belə lampiskalar. Zala qəşəng lampiskalar lazımdır. İri lampiska. İri lampiska alsaq qəşəng ışıqlı olacaq. Hə. Ha. Düşə ha. Nə qəşəngdir amma əsl pastel qurutmaq havasıdır ana. Sərdik pastellərdə. Başına bak. Bura açıq mavi rengi. Ha. Kırmızı, açıq mavi. Ha. Bu tərəfdə var. Bunlar deyirsən, bildim, gördüm.
Hə, gördüm o tərəfə. Qəşəngdir, hava qəşəngdir. Hara getdilər bunlar görəsən? Parka zada aparar birdən. Parka var. Mütləq apar bura onlara. Ne gündədir? Allah ne günə qoymasın. O qız da öyle ya Allah bismillahirrahmanirrahim olsun. Səndəki nədir Asim? Messi. Babamızı azad elədik sana. Bak Messi yazılır. Öyle geçti. Messi ha. Özün oxudun onu sən? Hə. Bana Messi yazılıb de. Ana özü oxudu deyir Messi yazılı bura. Messi yazılıb ki. Al. Hadi. Sən oğlun qaynatam mən Qaynatan. Yaxşıdır desən. biz ürəyik ikimiz də. Qaynatamla mən. Niyə xasiyyətlər gəlir uğrunda? Evet. Arada. Qaynatacığım. Evet. Babacan. Benim anası gel buraya. Gəldim. Nədir şu görürsən belə? Nerede bu gülşenler ya? Pəlpələng. Gəl qışqırma Rasim. Ne gülşen? Gəl oraya, gəl. Rasim, ne Gəl düzəldi. Neden şəklər video? Gəlin, gəl düzəldi Abbas. Nübar. İşte baxa. Dağıtma Eleme, Eləmə də Abbas, bırax. eleme. Bırax. Dolmaya bu dəfə doyacağam. Çünki ürəyim neçə vaxtdır dolma istəyirdi və həqiqətən qaynanamın dolması çox dadlı olur. Yeriniz məlum. Qızlar, belə yavaş-yavaş istəyirəm hazırlaşım. Evə gedim. Ay, inansız stres alıb. Necə yatmışdımsa, hamımız yatışmışdıq, yatışmaq vaxtı idi. Hamımız dincəldi. Biraz. Akşam gedib yüngül sumusi hazırlayacağım özümə. Raisin səsinə baxın. Elə qoyub üstünə. İnansız məni o qədər əsəbləşdirib bayaqdan. Dalaşırlar. İstəyirəm də, eləcə istəyirəm tuş çəkim. Belə makyaj deyərkən dərin makyaj belə istəmirəm. Yalandan tuş, üzümə də SPF çəkmişəm. Polis gəlir. Sizin də baxma, sən bir dəfə rahat. Ya Allah. Gəldik qızlar evə, düşmüşük həyətə. Qaynam giləri buradadır, biraz uşaqlar deyir, skuter zat sürsünlər, yorulsunlar eləsinlər. Apararıq sonra evə. Belə qəşəng hava var bugün. Böyle qabaq kameranın önünə gündədir. Qızlar, axşam mənzərəsinə baxın, nə gözəldir buradan. Gün batımı. Qaynatam da ki, əsir yesir olur, yazıq orada. Şimdi mən veriblər, uşaqlar. Gedib belə yatacaq ala. Ayda. Dedik biraz həyətdə gəzək. Axşam olsa da, axşam üstü də amma soyuqdur. Buradan gecədə maşın gəlir. Hə. Evet. Bax burada da var ana. Günaydın xanımlar. İşləriniz avan olsun inşallah. Günə başladıq biz. Onları da oyatmışam. Bunlara Nutella çörək belə hazırlamışam. Yesinlər ikisi də. Gedirəm bağça çantalarını hazırlayım, bağça geyimlərini hazırlayım. Geyindirəm, onsatına başlayım. Maş bağçaya. Temu'dan aldığım bu köynəklərin, bu rənglərini götürdüm. Sonra burada bu dəstləri də mama almışdı bu uşaqlara. Bayramda almışdım, iynəmişdim, bilmirəm. Yadımdan çıxıb, elə bunları gətirdim, hazır qoydum ki, inşallah bunları geyindirəcəm. Hava da qəşəngdir, üstünə balonka geyindirərəm, baxaram da indi. Gedim özüm də hazırlaşım, sonra bunları gəlim geyindirim, çıxaq. İkinci qızlar fikirləşirdim ki, durub yürüyüşə gedərəm. Amma yürüyüşə getməyəcəm, niyə? Durub gələcəm evə, evdə çox işlərim var, gəlib evləri səliqəyə salam, işlərimi görüm, yaxşıdana. Təmizlik işi eləyim, ürəyim rahat olsun.
bugün çox elə təmizliyə üstünlük vermək istəyirəm. Evi yaxşı silib süpürmək istəyirəm. Yataq otağında toz falan var, onları alın. İstər-istəməz neçə gündür elə yaxşı eləyə bilmirəm. Alınsa bugün pəncərələrində istəyirəm palçığımı falan silim. Yəqin ki, inşallah daha yağışlar sona getdi də. Pasxada çıxdı. Evləm ilə belə yaxşı olacaq. Belə. Yüngül bir şeylər eləyim saçıma falan. Çıxaq uşaqlarla. Neyniyim? Yaxşı, yüngül deyirəm, baxıram neyniyim. Mahnı, bu səfər də hansı mahnı düşüb dilimə? O var ya, gözlərim bulut kimi, əllərinin belə bir mahnıdır. Gözlərim bulut, ya yaşlarına xıdar nəsə bir mahnıdır. Bayaqdan qulaq asırdım. Əvvəllər mahnılara qulaq asan kimi adam sözlərini əzbərləyirdi. İndi mən əzbərləyə bilməm, öz adıma deyirəm. Qəribə bir şeydir. Demək neyləmişəm qızlar? Bu maskara ki buranda bura dəymir. Onun üçün Temudan bir şey sifariş eləmişəm. Gəlsin görüm indi vuranda görüm yenə dəyəcək ya yox. Ürəyim sıxılır day. Vuran kimi dəyir bura. Bir də təzədən onu təmizləyirəm. Dedim Temudan belə bir şey ki, belə qoyursan, vurursan nəsə. Nə bilim, bu Temu bizi dəli eləyib day. Nə istəsək orada tapa bilirik deyə rahatlıqla. Adam belə istəyir Temuda baxsın nəsə. Bir olsa əli nəysə gəzir ha, baxsın. Məndə də yaxşıdır ki, yəni xırda bir şeylərdə rahat sifariş verə bilirəm də. Niyə rahat sifariş verə bilirəm? Yəni, necə deyim sizə, da qonşum vurur. Qonşum elə bil məbləğin üstünü düzəltmək üçün deyir, nə lazımdır deyirəm. O rahatdır da, yəni birdən-birə sən 30 manatlıq nəsə vurmuşsan, xırda vurursan gözüyə görsənmir. Belə. Biraz gözümüzün üstün rəngini belə və bir də sabitləyək. Layner çəkim. İstəm layner çəkim. Yüngül. Hazırlaşdıq qızlar biz. Yavaş-yavaş çıxırıq. Uzay. Gedirik bağçamıza. Gedib bu gözəl oğlanları aparım bağçaya qoyum. Gəldim evə, başladım qızlar işə. Pastellərim vardı, onu atım. Bir dənə də dəsmal yanında atdım. Qəşəng yuyulsun, gətirim persildən də töküm. Mis kimi yuyulsun, sərim. Çünki əsl paltar yuyub qurutmalı havadır. Dağınıqlığa fikir verməyək, çünki yığışdırmaq üçün buradayam. İstədiyim bu dəfə pastel, daha doğrusu pakravalı dəyişim. Çoxdan da pakravalı sərmirdim. Ümumiyyətlə bir minimalistik bir vəziyyətə düşmüşəm axır vaxtlar qızlar. Necə? Yəni başlamışam, ay telefon da düşür. Başlamışam axır vaxtlar istifadə eləmədiyim hansısa bir məhsulu ehtiyacı olan, yəni istifadəsinə ehtiyacı olana, pis mənada yox, insanlara verirəm. Bədxərclik eləməməyə çalışıram. Nəyi sevirəmsə, baxıram ki, məsəl üçün qışlıqdan, yazdan qışa keçdik də, qışdan yaza gəldik. Baş getdi yenə. Qışa keçdik. Ya başa düşdünüz də özünüz. Qışdan yaza gəldik də, Məsələn, baxdım ki, bu qışda geymədiyim bu məhsullar var da, geyimlər var və yaxud da heç istifadə eləmədiyim, yəni pərdədir, tüldür. Məsələn, şaşırım mən bunu niyə saxlayıram? Axı mən bunu istifadə eləmirəm, amma kimsə bu dəqiqə bunu istifadə edə bilər. Ona görə nə edirik? Həmin məhsullarla sağollaşırıq. Marafona qoşulmuşdum qızlar. Əslində ilk YouTube-u açanda mən marafonla bağlı videolar çəkmək istirdim. Elə alınmışdı ki, onda çəkə bilməmişdim, qalmışdı. Belə. Rivalımdır. Bu pakravalı çox sevirəm. Qəşəngdir. Digərlərini verdim. Bildiniz də, birini qaynanama verdim, bacıma verdim, belə. Qəşəngdir məncə, pis deyil. Naraq, biraz açıq rəngdir. Düzdür, mavi rəngi xoşlamıram orada, amma neyiniyim belə. Onsa maluçun rəngdə, bej rəngdə də, yəni bir də tünd belə rəngdə pakrivalım var. Onlar da növbə ilə sərirəm. Mən ümumiyyətlə qızvız, pastel, pakrival, süfrə, ranyer, supla, yəni bunların xəstəsiyəm də mən. Çox sevirəm də, yəni evdə belə şeylər olsun, çeşidi bol olsun. Məndən olsa pərdənin belə çeşidlərini alaram. O dərəcədə çox sevirəm. Bu arada
Xırdalanda pərdəçi tül mağazası var. Demək təzə görmüşəm də onu. Özə o gün də saçıma gedəndə gördüm. Afa gedən yolun üstündədir. Bir köhnə bazardan Afa gedəndə yolun sağındadır. Orada ucuzdur. Reklamlarını görürəm TikTokda, sonra Instagramda çox ucuzdur. Görün bir gün fürsət olsa mənə lazımdır zal üçün tül pərdədə, sadə. Qiymətləri bəlkə bir gün münasib olar, bəlkə gedib oradan alaram. Hələ bilmirəm dəqiq, yalançı olmayım. Amma istəyirəm. Görək, bir üzü qışa bəlkə dəyişiklik eləyərəm Allahın izni ilə. Bu hissənin tozlarını alıram yaxşıca. Toz deməyim, dajı palçıq deyim. Niyə? Çünki yağış vurdu, təmizləmişdim qəşəng. Yağış vurdu deyənə əməlcə başdı qızlar. Buralar olub palçıq. Pəncərənin buraların hələ palçığına baxın. Belə silim. Əsas tozu götürüb, sonra qəşəngcənə gətirib siləcəm. Baxın necə aralar, kəsmələri falan hamısı tozdur, palçıqdır. Setkanı da götürüm, aparım yuyum. Qəşəng setkanı. Görün bunu burada necə çıxardım. Allaha xoş getsin. Əslində bu birinci mərtəbə deyənə yoldaşım çox raşotkadan meyilli oldu da. Dedi mütləq raşotka olsun da. Amma mən istəmirdim də raşotka. Bunu içəri necə saldım. Qoy bir əlli salamayacam. Bunu qoydum yerə. Belə keçim. Baxın belə buraların da raşotkasını suyunu eləyim. Gətirim su töküm buralarda təmizləyim. Palçıqların əsas götürürüm. Bir əlli də post çəkmək bu da çətindir. Belə. Yaxşı ki bu dəsmalları almışam. Hər dəfə deyirəm paylaşanda. Buraları yaxşıca sildim. Palçığını götürdüm. Su gətirmişəm yanıma. Palçığını götürdüm buraların. Oldu güzgü kimi. Qəşəng. Tərtəmiz oldu qızlar. Ümid edirəm ki, indən sonra da yağış yağmaz. Biraz zirzibirində belə yuyum. Belə. Toz torpaq olub ya. Birinci mərtəbə deyənə qədər rahat yuyuram. Deyim, bəri başdan siz soruşmamış. Belə. Şampon yuyuram, belə. Hər tərəfini. Bu baş hissəsində qaldırmayın. Bax, arxa hissəsində yuyuram. Ay, düşdüyəm. Hoppa. Deyirəm ki, elədir ki, heç yuymamışam. Təzə təmizləmişəm onları. Görün bu yağış nə qədər palçıqlıymış, qızlar. Bütün pəncərələrə də vurur. Hə, burada. Necə vurursa, oralar palçıq tamam. Uşaq otağından yekunlaşdırıb işlərimizi, tozlarını almışam. Ya, təmizdən. Qurusun, orada qalsın. Sonra aparıb sərərəm. Gətirin güllərdə yuyum. Güllər də toz olur. Mahnı ilə bu mahnı düşüb də dilimə qızlar. Gözləmin gibi kimi. Deməli bu otaq hazır. Buranı qəşəng təmizlədim, sildim, süpürdüm. Telefonla danışırdım deyənə sizə etab edib çəkə bilmədim. Əsas odur qəşəng səliqəli oldu. Təmizlik, buraları, güzgü, hər yerdə, yəni görə biləcəyiniz yuxarısın, üstün, aşağısın, hər yerin lamskasına kimi silmişəm qızlar. Telefonla danışmağa başladımsa fisioda mən başlayır çənəm qızışmağa. Hə, gəldim bura, sephaları qaldırmışam. İndi pilisosu gətirəcəm bu otaqda qəşəng pilisosduyum. Başlayım silim dib köşə. Sonra da toyuğun ətini qoymuşam. Qaynasın, sup da bişirmək istəyirəm bu günə. Görüm nə edirəm. Belə-belə işlər edirəm bayaqdan.
Qızlar, yataq otağını qəşəng təmizlədim. Telefonla danışdığımda tam çəkə bilmədim, amma dib köşə hər yeri təmizləyib. Təzə yataq ortayım, elə biləm qəşəng görsəndi. Düzdür, mavi detay olmasaydı lap əla olardı. Kaş o bej olardı. Eybi yox. Belə sərdim, hər yeri təmizlədim, nə bilim. Özdə buradan bir dənə Arab sabununun iyi gəlir bu dəqiqə. Gül kimi oldu hər yer. Pəncərəsi falan fərah-fərah qəşəng havalansın. İndi isə keçmişəm zala. Zala keçmişəm, sehpaları qaldırdım, sildim onları. İndi plisoslayım hər tərəfi. Buranı da süpürüm, silsəm. Qalır bir uşaqların otağı. Uşaqların otağında en qədər yulmuş paltar var. Onlar yerləşdirilməlidir. Uşaqların otağını yüngüldə yığışdıra bilərəm. Çünki qışlıqların, yazdıqlarını onların ayırmamışam. Hələ qalıb da. Hə, o işlərdə. Belə. O işim yəni çoxdur da. Yemək də bişirəcəm bir yandan. Qızlar, bu da zalın son halı. Silinmiş, təmizlənmiş halı. Məncə qəşəng oldu. Bütün televizorun üstünü, zalın bu pəncərəsini sildim, divarını yudum. Bu bir pəncərələrini çalışıram, tələsim, yeməyimi asım, gözləyəcəm. Tez bitirsəm onları da siləcəm. Deyəcəksiniz, niyə yavaş eləyirsən, niyə məsələn oranı eləmədim? Qızlar, çünki işlərim var çöldə, çatdıra bilmirəm. Heç cür istəyirəm ortalıqda dağınıq olmasın. Belə. Qızlar, istəyirəm çantaları səriyəm. Qaçım, dedim. Hələ çöldə çıxır, orada şeydə, pakırvalımı da aparıb çölə sərəcəm. Pakırvalım da bitdi. Bunları sərim, qaçım gedim işlərimin arxasında. Bir dənə də çatdırılmam var. Hyaluronik asid serumu. Bilirsə, hyaluronik asid serumu yüzü çox qəşəng açır, qəşəng bərpa edir. Onu da götürəcəm. Sonra o gün yağışda burada Biləcərdə Kəbrə xalıdır, sağ olsun. Mənə çətir vermişlər, onların çətirlərini də aparım qaytarım. Pastellerimi de o gün qaynımda getməmiş çıxartmışdım. Bakın şu dilime. Elə bilmə bu sevgi yalandır. Elə bilmə sevgi asıldır. Çıkıp. Bakıyorum pərdə. Hava ne güzel. Adam Allah hakkı bir çatılır böyle hava gören. Havalar yine kızlar pisləşəcək. Yine yağış olacaq. Mən Instagramda da paylaşmışam təmizlik elədiyimi, pəncərəni falan sildim. Qızlar yazdılar ki, Mehriban xanım təmizləməyin, yeni yağış yağacaq. Dedim, patladı, vay nə oldu? Ürəyimiz çıxdı da. Yağışı sevirəm, o dozunda təmizlik elədim yerləri. Çox yuyur. Demək əvvəllər qızlar, o pakırval yoxdur, yorğanımız yoxdur. Onun zamoku bağlamamış atırdı. O gün qaynam deyir ki, Mehriban, ona görə səndə zamokları tez xarab olur. Bağla at. Dedim, bağlamadım. Deyir, istərsiniz bunlarda dağıtılır eləyir, ona görə zamoku xarab olur. Deyir, qızım. İyi qızım, deyir, bağla. Ondan sonra mən də düzdür, neçəsinin gələ zamoku rəzaya olub, amma bağladım, atdım bu dəfə. Nansız atmadım ki qızlar elə, mən də pakırvallarım, mən də deyirəm, bu yorğan üzlərini deyirəm, niyə zamokları belə olur. Sən demə günah özündeymiş. Bilirsiniz nətər, belə çox şey, adət-ənənləri, çox belə bəzi bu şeylər var, təmizlik tiyoları deyim də, onların çoxun bilmirəm də, yəni öyrənirəm, nə yalan deyim, işləmişəm, eləmişəm, bilməmişəm. Ev qadını olandan sonra, ailə qadını olandan sonra yavaş-yavaş ondan bunda öyrənə, belə tətbiq edirəm. Deyim sənə, sizə, yəni əvvəldən biləniyəm, hər şeyi mən belə bilirəm, hələ bilmirəm, yox. Yavaş-yavaş, hənənin storiesindən, kimin yaşayış tərzindən, həm qonşudan, böyüklərdən, kiçiklərdən öyrənə, belə. Belə qızlar, burada pakırvaları sərdim, qurusun qəşəng. Mənim də zivəmə baxın, ancaq paltardır da, yəni paltar bitmir məndə. Bunlar qəşəng qurusun. Axşam gəlib, axşama kimi quruyar, hava yaxşıdır. Gəldik Kəbri xalanın yanına qızlar.
Burada biraz söhbətləşdik, başımız qarışdı. Əsmər də buradadır. Yadımdan bir şey çıxmışdı, onu qoydum. Tez qayıdım indi Əsmərin yanına. Bazara getmək istəyirik. İnşallah bazara gedib uşaqların vaxtını çatdıra bilsəm, əla olar. Belə hava elə qəşəngdir qızlar. Əsl yaz hiss olunur. Tam nə soyuqdur, nə istidir belə. Ortası. Əsi də buradadır. Belə, burada gedək. Saçlarım çox qəşəngdir. Ürəyə gedib güclə artmışam. Şeyi saxlaya bilmədim, özümü saxlaya bilmədim. Ha, reaksiyanı gördüm, sevindim. Gedək. Zərət qamazda Əsmər. Powerbankı da ağır olacaq deyəni götürmədim. Mən bazarı nə kadar çəkəcəm. Deyəcəm, sən deyərsən deyərəm. Burası neresi? Burası Biləcəri bazarıdır qızlar. Kolxoz bazarıdır. Bilmiyordum. Buyur. Aramasın, aramanın muğam variantı oxuyub. Qəşəng göyərtilər var. Şidir super primadonna göylərə gəlin. Əsba təzə yarpaq da gəlib. Neçədir yarpaq? 6 manat. Deyəsən biz həmişə buradan alırdıq. Yoxsa o daydan alırdıq əslində. Kartofu o daydan alırdıq deyəsən həmişə. İkisi də burada. Güzel kartof. Kartof neçədir? Bunlar. Bu 2 manata bula bırakmışlar. Çox bahalaşıb ha kartof görsənəsə. Əsmər badımcan. Neçədir badımcan? Allahım yarabbim. 3 bacı istəyirəm mən bişirmək. Biraz da keçsəydi reyhan zat vurub bişirərdik. Pişirəm. Xoşun gəlir də mən bişirməyimlə. Bu qız. Nə qəşəng ətli pomidorlardır. Bu pomidor neçədir? 3.50. Bunlar 3 manat. 3 manat. 3 manat. Allah haqqını ilişməkdən çarpılacam. Mənim bu xasiyyətimi Allah kəsin. Lağlağa mənasında yox qızlar. Sadəcə xoşum gəlir də yəni. İlişməkdən xoşum gəlir. Bu cür Allah benim cezamı verecek. Belə. Kartof qızlar 1.60'dır. Burada bazarda. 1.40'a da var. Amma bahadır yəni belə 90% pomidor kartof bahadır. Biz gəlmişdik kartofa. 6 manata da təzə yarpaqdır. Amma yarpaqlar da sən deyən belə çox xoşuma gəlmədi. Bu sahibdən tapalım. Bil ayağla görüncə diqqətli uşaqdır. Görsən nəsə. Qızlar gəlmişik şeyə, yağmura, çay içməyə gəlmişik. Cheesecake, limonlu bir də çiyələkli cheesecake götürdük. Dedik qoy dincələk. Fransız xalqı keyf edir. Yenə deyirlər. Oliqarxlar yenə harda dincəlmişsiniz. Deyir siz yaşayırsınız da bu həyat. Mən xoşum gəlir, xarabı hər şeyə. Deyəcəm, pişirəcəm sizə başım aydın, ballı tortu. Söz verim, mənəcə yadına salsam. Aşırı xoşum gəlir. Aşkıma hər nə şaşırmışam. Mən narlı salat xoşum gəldi. Yanına sal mən narlı salat edim. Öyle bir şey yəni ürəyimi saxlayır. O gün sən qəşəng dolmalar düşürdün. Amma qəşəng. İndi buraya ürək özü oxşur, özü oxşur. Ürək mən istəyirdim dolma. Özü üçün yumuruyla. Qonşu yuxarıda pişirir. Deyirsən o alnının yoldaşı yuxarıda pişirir o. Günü. O pişirir, o iyi gəlir mənə. O da pişirir, iyi gəlir mənə. Aslan ben bir pay bir de yiyeyim. Elə mən bax, xoşu gəlir adamın. Gözəl yiyəcək. Elə sağ elə yiyəcək, amma ondan da benim bulanır. Yox, mən
Biz utansın. Ben deyirəm, sən utana bilmərsən, indi sənə deyirəm. Niye ayma? Ben ne bilirsiniz siz? O günler hayatımızda değil. Sen ben neyim? Hayatım muhtarı zadıyam. Her şey benden zor. Bir de ben İstimbat açmadım ben. Neydisən sən oran? Ha, Meri. Meri'yle. Neydisən? Meri. Gitti mi? Bir de benim Meri'ne var. Sormasın. Meri. Sen açılır. Yalnız işe gelmişik. Saat 8'i beni gözler. 9'a 20 dakika satışını yukarıdasa. Benim ilhamı birinci Meri gelecek. Birine dedim yok. İkisine dedim yok. Üstüne dedim yok. Akıda ben de geldim. Kim anlatın? Ben de sizin için geldim. İçin yanına geldim. Ben de sizin için geldim. Ben de bilmem bunu dedik bence size haklıysanız. Ama mən də deyirəm də, deyirəm. Ben her şeyi biliyorum. Ve yalan bilmiş göstermem. Bakın ben de bilmediğim şeyler var. Yok bilmediğim şeyler var. Yok sadece her gün olduğu için tercih edermiş. Benim bu ne? Bunu yemeğe her şeyden lazım. Aynen geçeceğiz. İstedim sabah o bileceğim kutuna basmaklarına geleyim. Gülüyle danıştım. Akşam vakti ekip danışacağım. Ne lazım yazacağım. İstedim sabaha dedim onları alırım. Neyse. Sonra da cheesecake hazırlayalım bugüne. Hem post olarak paylaşalım hem de oradaki məhsullardan da yaşayan cheesecake. Hə, o cür deyirsən. Hə, azıq bazıdır. Bazı bilirsiniz, bir dənə orada peçkan aşağı indirsə pişirəcək nəzər. O əlinliyini düşün. Biraz yiyib gəlsən, sobasında yiyəcək. Gecə sən şalvar gətirərsən, gecə gələrsən bizə. Bir şey yapmayacaq, şey eləməli. Narahat olmayın, bu həftəçində hələ yerdə qaçır. Qaçır yerdə çox pis. Resim eləsin, şoqlar başa indi başlayırsan. Evi dağılır. Elə görsən də, hə. Pis də görürsən, rahatsız olmuş, çox güzel. Olmaz sabah gətirərsən, danışarıq sabah. Sağ ol, Mancım. Aman, sabah. Bence telefon vardı, yediriyor, böyle bir yediriyor. Aslında çekme, telefon yanımda çık. Nasıl gıybet sabelemedim görəsin. Gıybet eləyim ki, kızlar bilmem, eləmişəm ya, yoksa eləməmişim, dahi siz baxın da. Yok, naməhrəm şeyler danışmır. Biz qeybət eləmir, olanlar Biz fikir mübadiləsi edirik ikimiz. Acizləsi danışmadım görürsən. Gəl bir baxdaydı bu, neçə dəqiqə yazdım? 4 dəqiqə, 5 dəqiqə danışmışam. İnşallah nəsə qeybət. Mən 100% eləməmişəm, bilirəm, təcrübə. Həqiqətən, yadımdan çıxıb ay qız mən nokta. Allah haqqdır. Demək bu Abbas bəy bugün bu bilirsiniz neyini? Bu maşinik. Uşağın qolunu dişləyib. Niyə dişləyib bilmirəm. Gəldi nəhayət ki. Yeməğimizi yemişsiniz. İndi neyini çikolata yeyirik. Yaxşı Rasim. Yemək yeyəndən sonra şokolad yeməyi olar. Yaxşı. Bax ki o səliqəli evə baxın. Top atıblar. Ver, aferin. Aferin. Nuş olsun. Qızlar, uşaqları qoydum yerlərinə. Yansız bayaqdan əslində o qədər iş gördüm. Göy istəyirdim çox belə dolu sizə videolar çəkim. Amma gördüyüm işləri bəzən o qədər tez-tez görməyə çalışıram. Körpə uşaqlıyıq da, indi istər-istəməz uşaqlarla onu elə, bunu elə çox çəkə bilmirəm. Pastellərim quruyub, pastelləri qəşəng yığım. Sonra uşaqların pastellərini atmışdım. Onları da indi sərəcəm qəşəng. Ayda taxta şpilkanı çox sevirəm qızlar. Əsasən də pasteli zadı bərk yapışdırır telə. Bərk yapışdırır deyənə rahat olur taxta şpilka. O gün qaynanama da məsləhət gördüm. Dedim özünə taxta şpilka alsın. Belə uşaqların qızlar pastellərini də sərdiyimə görə rahat gedib yata bilərəm. Uşaqlar da yatıb, mən də gedim yatım, dincəlim. Sizlərin də gecəniz xeyrə qalsın. Sabahlarınız xeyrə açılsın inşallah. Gecdi, bəli gecdi. Yəqin ki bugün yox, bu videonu sabah paylaşaram inşallah. Bugün vlog olmadı. Bilirəm ki çox xanımlar gözləyir.
Hə, amma bugün çalışıram elə olanda shortslar paylaşım. Üzümü də belə göstəreyim qızlar. Yorğun bir ədəd mən. Kamerada silməmişəm. Yorğun bir ədəd mən. Gedim yatım, dincəliyim, özümə gəlim. Gecələriniz xeyrə qalsın qızlar. Sabahlarınız xeyrə açılsın inşallah. Sırğalama baxın hələ. Gedim yüz baxımımı eləyim, yatım.